Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında medianın dili elmi müzakirə müstəvisində adlı konferans keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Konferansda kütləvi informasiya vasitələrində dil normalarına əməl olunması, mövcud problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dilində yeni sözlərin yaradılması və beynəlxalq terminlərə uyğun qarşılıqların tapılması zəruridir. O, həmçinin Azərbaycan arxeologiya lüğəti üzərində işlərin davam etdirildiyini diqqətə çatdırıb. İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən dilçilər, Mətbuat Şurası tərəfindən isə media nümayəndələri üçün ana dili mükafatı təsis olunacaq. Bildirilib ki, olimpiyadalarda ana dili olimpiyadaları adlandırılacaq və mükafatların hər il 21 fevral tarixində təqdim edilməsi nəzərdə tutulur. Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, jurnalistlər dilin kütləvi şəkildə yayılmasında və formalaşmasında mühüm rol oynayan peşə sahibləridir. Yanvar ayının 9-da bizim vaxtilə Mətbuat Şurasında fəaliyyət göstərən dil komissiyasını yenidən formalaşdırdıq. Hesab edirəm ki, bu komissiyanın fəaliyyəti ilə bizim akademiyanın uyğun institutlarının əlaqələrinin sıxlaşdırılması bizim ümumi işimizə bir dəstək olacaq, kömək olacaq. Konferansda çıxış edən APA Media Qrupun baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahir qızı bildirib ki, Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşmasına ehtiyac var. Əlbəttə, Azərbaycan dili yalnız kommunikasiya vasitəsi deyil, bu milli düşüncə modelidir və əsas məsələlərdən biri orfeopiya lüğətinin, yəni səsləndirmələrin onlayn qaydada olmasıdır. Və bu gün bizim əsas problemimiz nədən ibarətdir? İnsanlar televiziyalarda səhv şəkildə vurğulanmış sözləri eşidirlər. Alternativ səsləndirmə olmadığına görə insanlar bunu eşidirlər və həmin sözləri həmin formada da tələffüz edirlər. Məncə, orfeopiya lüğətimizin, mən başa düşürəm, bu çox böyük data tələb edir, mərkəz tələb edir, çünki texniki tərəfdən, çünki səsləndirmə və dildə olan on minlərlə sözün yazılması, yığılması, amma biz nə vaxtsa bunu etməliyik. Məsələn, deyək ki, Google tərcümə hissəsində biz İngilis dilində bir sözü yazırıqsa, təkcə sözün tərcüməsini alırıq, həm də onun doğru səsləndirməsini alırıq. Azərbaycan dilinin bu imkanının yaradılması məncə çox vacib olardı. Media rəhbəri onu da qeyd edib ki, hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən istifadə edilir. Bizim həmin alətlərdə, Azərbaycan dili ilə bağlı o alətlər çox köhnədir. Yəni, keçmişdə yaradılıb. Hətta deyək ki, sonuncu orfoqrafiya lüğətində müəyyən sözlərlə bağlı dəyişikliklər edilir. Məsələn, deyək ki, apostrofların yığışdırılması dəyişilir. Amma həmin tullarda, həmin alətlərdə bu nəzərə alınmayıbdır. Dilçilik institutu ilə bir yerdə həmin alətlər yenilənə bilər. Bu məsələlərin onlaynlaşdırılması dilçilik vasitələrini, elmi vasitələrə əlçatanlığı daha da sürətləndirəcəkdir. Bakı Dövlət Universitetinin Televiziya və Radio Jurnalistikası Kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü Professor Qulu Məhərrəmli deyib ki, Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfeopiyanı ayıra bilməməkdir. Bizdə ən ciddi problemlərdən biri danışdığı kimi yazmaqdır, ikinci tendensiya yazdığı kimi danışmaqdır. Tez-tez televiziyalarda işlənən ifadə var. Hava şəraiti, məsələn, günəşli hava şəraiti, yağmursuz hava şəraiti, tutqun hava şəraiti və s. ifadələr efirdə, ekranda elə bir yazılı mətnlərdə də gedir. Məsələn, Zəngilan Qubadlıda da eyni hava şəraiti gözlənir. Ümumiyyətlə, hava şəraiti anlayışın özü yanlışdır. Yəni, hava şəraiti necə ola bilər? Hava şəraiti, hava tutaq ki, yağışlı ola bilər, yağmurlu ola bilər, qarlı ola bilər, rütubətli ola bilər və s. Aristotelin məşhur sözü var da, əgər bir cümlədə bir söz aydın deyilsə, ümumən fikir aydın olmur. Tədbirdə Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova çıxış edib.
Həmçinin Mətbuat Şurasının Dil Komissiyasının üzvü teleaparıcı Nərgiz Cəlilova, Mətbuat Şurasının İdarə Heyətinin sədr müavini Səadət Məmmədova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Xalq Qəzetinin baş redaktoru müavini Tahir Aydınoğlu, Dilçilik İnstitutunun Monitorinq və Lingvistik Təhsil şöbəsinin müdiri professor Sevinc Əliyeva, eləcə də Bakı Xəbər Qəzetinin baş redaktoru Aydın Quliyev də tədbirdə fikirlərini bölüşüblər. Bildirilib ki, dilimizin qrammatik qaydalarına hədsiz yaradıcı yanaşmaqda dilin korlanmasına səbəb ola bilər. Rəbiyyə Əhmədova, Vüsal Bayramov, APA TV.